Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bu yaxınlarda bir video paylaşmışdım. Deməli, sürfəli ramkaları üzərindəki o iki barmaq qalınlığında olan balları soyub süzənlər üçün 200-300 qram yuxarısında bal, aşağısında sürfəli ramkaları süzənlər üçün öz iradımı bildirmişdim. Birinci növbədə o sürfəli çərçivələri süzmək olmaz. Bu günah sayılır. İkincisi, insanlığa sığmayan bir hərəkətdir. Üçüncüsü, arıçılıq mədəniyyətinə sığmayan bir hərəkətlərdir. Bir çərçivədə aşağı sürfə, yuxarıda 200-400 qram, 500 qram mal olan ramkanı süzən bir neçə arıçı yox, arıçıcıqlar o balı süzüb kampanya elan edib. Bunlarla işim yoxdur. Mən o verilişi paylaşdım ki, belə bir şey etmək olmaz. Həmin videoya yüzlərlə normal insanlar müsbət rəylərini bildirmişdir. Bir nəfərdən başqa. O bir nəfər də ya o da o sürfə soyanlardandır, ya da onların qohumlarındandır. Cəmiyyətimizdə hələ də bax nə yazıb, bu cür bədbəxt insanlar var. Hələ də fikirləşirlər ki, ramkaların tam dolu olması və yaxud ramkaların üzərindəki möhür ağappaq olmasını pesokla əlaqələndirirlər. Yəni, belə kütbeyinlər hələ də cəmiyyətimizdə var. Bu videonu paylaşıram ki, insanlar maariflənsin, insanlar bilsin, ramkaların tam dolu olması arılara pesok verməkdən deyil, üstün möhürü ağappaq olması pesokla əlaqələndirmək olmaz. Hər bir arı irqinin özünə məxsus möhürü var, ştampı var, peçatı var. Ramkaların tam dolu olması da arı ailələrinin nə qədər sağlam, hansı cinsə mənsub, hansı məhsuldar irqə mənsub olduğundan xəbər verir, əziz dostlar. Təəssüf ki, cəmiyyətimizdə bu cür bədbəxt insanlar hələ də var. Hələ də fikirləşirlər ki, kimin ramkası doludur, demək o pesok verib, kimin ramkasının üstü ağdır, hələ də pesok verib. Yəni biz əgər gedirik 500, 600, 400 manat bircə ana arıya pul ödəyirik ki, təsərrüfatımızda o seleksiya olunmuş ana arıdan nəsil artıraq, daha məhsuldarlıq yüksək olsun. Şanın möhürü arı irqinə məxsus olan bir şeydir. Dünyada müxtəlif arı irqləri var. Elə arı irqləri var ki, onların möhürü bax, budur, bu cür olur. Bu karnika arısının möhürüdür. Rəngi ağ, quru, sanki salfet kağızı kimi. O da baxır hansı karnikaya, saf arı cinslərində daha özünü dəqiq göstərir və birinci nəsil, yəni F1-lərdə də özünü göstərə bilir. Bəzən də bütün F1-lərdə də eyni olmur. Nə üçün? O da asılıdır. Ana arıların mayalanma zamanı kütləşdiyi erkək arıların müxtəlif irqlərə mənsub olan erkək arılardan o da aslı olan bir şeylər var. Yəni bunun haqqında da danışdım, saatlarla gələ video çəkim. Belə tip insanlar ki var, yəni ağ ramkadırsa bunu şərbət verilib, o cür qəbul edirlər. İnsanlara da yanlış məlumatlar verirlər. Baxın, burada müxtəlif arı ailələrindən götürülmüş şan ballarıdır, saxlayırıq. Baxın, bu bal, baxın, üzəri necə möhürlənib. Bu da yeni şan vərəqi olub. Karnika sklenar xəttidir. Bu bala baxın, bu da karnikadır. Yəni bu müxtəlif vaxtlarda götürülüb. Aşağı hissəsi baxın güləmlidir.
Bu arı evciyinə nə üçün gəldim? İki kiçik arı ailəciyi. Baxın. Bu ailəciklər eyni cinsə mənsubdur. Hər ikisi karnik arısıdır. Məni tanıyanlar bilir. Mən illərdir istər YouTube'da, istər Facebook'da, istər TikTok'da, istər digər kanalda arıçılığı təbliğ edirəm, arıçılığı öyrədirəm. İnsanlar arı saxlasın, həm özləri yesin, sağlam olsun, həm ailələrini dolandırsın. Hər birinə də deyirəm ki, mənim telefonumu çoxu bilir, səhifələrimdə də var. Hər kəs mənə zəng vurub, soruşur və soruşa bilər, nəyi, nə cür etmək lazımdır, arıçılığı öyrədirəm, təmənnasız. Amma deyirəm ki, arıçı da oldun, kişi arıçı ol, kişi kimi hərəkət elə, kişi kimi çörək qazan. Bu iki ailəciyə mən şərbət vermişəm. Yəni şərbətlə bunlar yemlənilib. Nə üçün? Çünki yazda onları da paylaşmışdım. 1-2 ovuc arı ana arıyla sıfırdan heç bir burada bal, ailə olmadan bu kiçik şüşəli ətəyə arıları yerləşdirmişdim. Və orada heç bir ballı ramka, heç bir güləmli ramka, heç bir şey olmadan bunları bir aydan çox yemlənmişik. Şərbətlə yemlənmişik. Ana arı orada mayalanıb, başlayıb yumurta qoymağa. Müəyyən qədər arı çöldən nektar gətirib, müəyyən qədər biz yemləmə aparmışıq. Nə üçün? Çünki bu arı ailələri bal üçün nəzərdə tutulmur. Həm də ki, sıfırdan bir süni beçə kimi ora yerləşdirmişik arıları. Başlayıblar şan toxunmağa sıfırdan. Bu ailəciklər gözəllik üçün, həzz almaq üçün insanlar gəlir, görür, arını müşahidə edirsən, əsəblərin sakitləşir. Bax, onun üçün nəzərdə tutulur. Dediyim odur ki, bunların möhrünə baxın. Yəni, oradakı möhrə də baxın, oradakı üstü ağappaq möhrə də baxın. Hər iki ailəyə eyni qaydada, eyni miqdarda şərbətlə yemlənilib. Amma rəngləri görürsünüzmü? Fərqlidir. Yenə dediyim kimi, o baxır irqə, o baxır həmin ana arıların hansı erkək xətləri ilə cütləşməsində də fərq ola bilir dostlar. Çünki bir ana arı 8, 12, bəzən 15 erkək arı ilə cütləşməsi qeyd olunur ədəbiyyatlarda. Yəni bu arı ailələri bal üçün deyil, buna da eyni vaxtda, eyni miqdarda şərbət verilib, buna da. Ay taxtabaş, sən hələ də fikirləşirsən ki, insanlar o şərbət verən ramkalar ağ olur, verilməyən qara olur. Yəni belə kütbeyinlər hələ də var. Mənim tanıyanlar tanıyır, qardaş. Mən arıda bal götürəndə hər arıda 12, 15, 18 kilogram bal qalır. Ramkalar qalır ki, o arı ailəsi gələn yaza da bəhs edir. İndi, qoy bir qısa da deyim, şərbət vermək o qəbahət deyil. O baxır, ha bax, nə qədər, necə. Bax, elə dünyada bir arıçı yoxdur ki, arılarını şərbət verməsin. Şərbətin vermə arı inkişafı üçün önəmi var. Hansı dərmanlar, hansı vitaminlər, hansı müalicəvi tədbirlər görülməsi üçün. Bax, bütün bunlar şərtlərdir. Qardaşlar, məni qoy arıçılar da dinləsin, arıçı olmayanlar da dinləsin. İnsanlar düzgün məlumatlanmır. Ona görə mən məcburam bu tip videolarda çəkib paylaşıram ki, insanlar bilsinlər. İnsanlar qoy maariflənsin və bilsinlər. Bax, diqqətlə yenə də eyni arı irqləridir, eyni gündə formalaşdırdığımız arılardır, eyni miqdarda, eyni gündə şərbətlə yemlənilən arılardır. Bax, kör gözünlə bil.